Yasamal rayonu Bakı Dövlət Universitetinin çıxışı, Elmlər Akademiyası, Elmlər metrosunun yanı, Zahid Xəlilov küçəsi 53 nömrəli məktəbin yanı. Qanuni 3 otaq cəmi 179 min manat. Keçək mənzilimizin təqdimatına. Bazarda bənzəri olmayan bir variantla qarşınızdayım. Elmlər metrosunun çıxışında qanuni 3 otaq cəmi 179 min manat. Valideyn yataq otağıdır. Valideyn yataq otağının özünə məxsus bir eyvanı var. Hansı ki o eyvanda gördüyünüz kimi Zahid Xəlilovda yerləşən 53 nömrəli məktəbə baxır. Mənzilimiz tam təmirlidir. Qanuni 3 otaqdır, sənəd kupçadır. Mənzildə 2 ədəd kondisioner, paltaryan, çılçıraq, pərdələr hamısı qoyulub, əşyanı yığın yaşayın və yaxud da rahatlıqla 800 min manata da kirayə verə bilərsiniz. Bura mənzilimizin birinci otağı, giriş hissəsi, burada mənzilimizin geniş zal hissəsidir. Mənzil 5 mərtəbə Xruşovka daş bina layihəsində yerləşir. Ümumi sahə 80 kvadrat metrdir. Mənzildə təmirdən sonra yaşayış olmayıb, qanuni 3 otaqdır. Elmlər metrosunun çıxışına 150 metr məsafədə Bakı Dövlət Universitetinə yaxın bir ərazidə yerləşir. Qiymət cəmi 179 min manatdır. Mənzildə nə görürsünüzsə mənzilin üzərində veriləcək. Mətbəx həddindən artıq genişdə artırma olduğu üçün və təzə mətbəx mebeli quraşdırılıb. Qiymət cəmi 179 min manat, 5 mərtəbəli Xruşovka daş binada, mənzil yerləşir 5-ci mərtəbədə. Bizi izlədiyiniz üçün təşəkkür edirəm.